O gün kofe shopda oturub öz işimlə məşğul idim və yan masada bir biznes müzakirəsi aparılırdı və istər-istəməz qulağım ora gedirdi. Niyəsini deyim, çünki mən 24 ilin içində o qədər biznes plan görmüşəm ki, bəzi cümlələri siqnal kimi qəbul edirəm. İlişdiyim yan isə o idi ki, adam hər 2 dəqiqədən bir eyni sözləri təkrarlayır. Təmiz işləyəcək, tam təmiz, hər şey qaydasında, köçürmə filan. Belə cümlələr quranlarla ehtiyatlı olun. Bir çoxu hər dəfə biznes plan zəif olanda, rəqəmlər real olmayanda ən çox təmizlikdən danışırlar. Çünki planın özündə təmizlik yoxdur. Obyektdə kurort və müalicəvi zonada bir yer. Otel kimi işlədəcəyi deyirlər. Amma rəqəmlərə qulaq asırsan, aylıq dövriyyə hər ay eynidir. Mövsümilik nəzərə alınmır. Xərclər isə ümumi təxmin. Bir rəqəm götürürlər, 12-yə vururlar, otaq sayına bölürlər, vurma, çıxma, üstə gəl, biznes plan hazır. Yanındakı mühasib də obyekti işlədəndən soruşur. Bəs burada vergi necə olacaq? Bundan da vergi ödəniləcək, paydan da vergi bizim boynumuzdadır və o an başa düşürsən ki, burada problem nə şəffaflıqdır, nə müqavilədir, nə icarədir. Problem bircə şeydir. Biznes plan yoxdur. Biznes plan o vaxt real olur ki, rəqəmlər mövsümlə dəyişir. Mənfəət, xərc balansı oturur, əməliyyat modeli aydındır və hamı öz rolunu bilir. Yoxsa təmiz işləyəcəyi cümləsi sadəcə boşluqları örtmək üçün deyilən sözə çevrilir. Bir sözlə, plan düzgün olanda sözə ehtiyac qalmır. Plan zəif olanda isə sözlər çoxalır.